Ay hoş geldiniz. Selamünaleyküm. Buyurun. Bura hayır olar. Burada hemşe hayırlı da musikçiler. Böyle gelmiyor. Kalkın var buyurun. Selamünaleyküm. Hoş geldiniz. Buyurun. Ne var ne yok öğretmenim? Yaxşı olasınız. Bura ancak musiki məclisləri olur burada. Yaşıl aptek olsa da. Əsas müalicə üsullarından biri bir dərmanlar deyil. Bu ikinci əsas müalicə üsulü musiqidir. Ne güzel, ne insanların güzel. musiki ilə müalicə edir. Çok güzel, çok güzel. Buyurun, buyurun. Əyləşin. Ay hoş Ay, geldiniz. salam aleyküm. Salam aleyküm. Olar abi mənim. Buyurun, buyurun. Hər Hoş vaxtınız geldiniz. xeyir olsun. Sağ olun. Necəsiz? Sağ olun. Kırmızı olsun. Salamünaleyküm. Salam, hoş geldiniz. Nə Salam dərsiniz? aleyküm. Salam aleyküm. Evinizə Şükür Allah'a. Xeyir ola. Hayır değil. Burada niye gelirik buraya? Ama hayır ola. Dəfne geldin sen bize. Mən burada kamança da çalmışam, zurna, balaban, Aha. hətta meyxana da demişəm. Bir Bugün dəfə- qərara gəldim ki, qavalla gəlim. Buyurun. Geçin. Tamam şimdi ben buradan yaşında söz. Ya mənim xeyir ola. Niyə? Hayır sonra bileceksin. Kresto ayarladı axı. Yok da sen yerin burada da bağlanmam yanında. Falan. Bunu düşərşiməz olar abi. Olmaz. Yaxşı olacaq axı. Abbas bu dedin ki kamança çalmışam. Mən zurna, balaban, hətta əsaneydə də çalmışam burada. Ay sağ ol. Əsaney. İndi bu dəf çalacaqsan da. Dəf deyil bu, qavaldır. Qaval. Xavəndələrimizin sevə-sevə istifadə etdikləri qaval aləti. Oxuyarsan ha birdən. İndi baxaq da görək nəsə eləyəcəyik də. Ha, inşallah. Görək, gözləyək. Bağlamam ne var ne yok. Şükür Allah, her şey qaydasındadır. Tek olsun. Deyəsən qonaqlarımız çox gələcək. Aynen. Ay, selamünaleyküm. Hoş geldin yavrum. Necəsiz? Ne var ne yok? Ben ses atmasın. Şamçıra mı? Orada da gelir. Ha geldi buyur. Buyur. Ay, selamünaleyküm. Hoş geldiniz. Sağ olun. Ben için ne yakışıyor? Abi hemşeki yerinde yerleştiğinde sen yerin var orada. Ben buna şimdi Sonra diyeceğim. Kes hemşeki yerin. Ay, selam. Ay selam Şamçıra. Ama Sağ ol. Tamam. Şəmşir bizlə də görüşdə. Başladı. Güzel. Sen bir Nami Mənim yanında geç de oraya. Niye? Geç bak yukarıdan. Hemşe otur. Böyle rahat yerden adam hiç durmaz istemez. Arif müəllim, Arif Yeri müəllim, xeyir ola, tutar, gələni buradan durursunuz, deyirsiniz ki, orada oturun. Bu nə məsələdir? Arif müəllim, mənim yadıma bir bayatı düşdü. Aha. Bir əzizəm gül burdan, bülbül burdan. Hara getdin yerimi tanı, deməsinlər dur burdan. Ay sağ ol. Çok güzel söz. Ben evvelden fikir verdim sen eğleşmedin burada. Ay hoş geldin. Salamünaleyküm, necəsiniz? Sağ olun. Hoş gəlibsiniz. Xeyir ola, deyəsən bugün bizim qonaqlarımız müxtəlif formadadır, özdəki. Nəysə var burada. Yani bilinəcəkdi axırda var olanlar. Mənim üçün bir də maraqlı odur ki, mən birinci dəfədir burada qonaq oluram və qadın ifaçıların ilk dəfədir görürəm. Həmişə çünki Amma mən qonaq çox olmuşam. Mən də birinci dəfədə belə gözəl ifaçıları görürəm. Nəysə burada bir sirri var olacaq. Yok, bizim kadın ifasılar olurlar. Bu ümumiyyətlə kişi məclisi olur da çox. Çox az olub da. Bəli, az olur. Xeyr olayım bu qədər qonağı yığmaqda. Sən xəbər tutuncan, hələlik Möhlət müəllimcildən xahiş eləyək. Bir də musiqi ifa eləsinlər. Başla. Başınız var olsun.
Hoş gelmişsiniz. Buyurun, buyurun, buyurun. Selamünaleyküm. Abi mənim xoş gəldin. Hoş geldin. Sağ Sağ ol. olun. Buyurun abi. Ne yaxşı sənətkarlar yürüşüb bura. Ne fürsət görüşəcəm. Bildim kimin yerinde oturmak istiyordu. Demək, bayaqdan bu sir deyilən buymuş. Abim mənim gəldi. Isınmaz ki. Biraz əyildi. Yok, yaxşıdır, rahatdır. Aferin olsun. Necə Sabir müəllim? Bu yaşda qurban işi deyil ki, qocalıqlara uğraşdıq yaxşıdır. Qurban prim olur. Bilim o. Ben Məclis Əhlinin bir şeyden haberdar edeyim. Bizim yerin peyki aydı da bilirsiniz. Abil müəllim də incəsənətin, musiqinin peykidir. Həmişə onun ətrafında vurranır. Necə ayın görünməyən tərəfləri olan kimi, Abil müəllimin bəstəkarlığı az görsənəndir də. Yəni ki, əsas xalq Abil müəllimi ifası kimi tanır. Bəstəkarlığı var, bugün onun bəstəkarlığından istəyirik söhbət açaq. Yəni ki, bu yardımcı xanımların gəlməyi, müğənnilərin gəlməyi, onun üçündür ki, yəni Abil müəllimin mahnılarını. Hələ bilmək olmaz, bəlkə Habil müəllimin şairliyi də var. Heç olub ki, şeir yazmışsınız, bir dənə də olsa. Şeirim də olubdu. Amma özümdən başqadan qoymaram qulağısın, ayıbdır. Çünki Habil müəllim, belə bir deyim var ki, gözəl bəstəkar, həm də gözəl şair olmalıdır. Yəni, yarım şair, yarım bəstəkar olanda gözəl bir sənət əsəri. Ona görə dedim ki, Habil müəllimin mütləq yəqin ki, şeirləri də var. Mən oynamağa vermişəm onu, oynamışam da. Oynayan olmuşam, tanışlar olmuşam. Arif benim ama hiç vakti demeyip bestekaram. Bəli, bəli. Bir yakında Gübleyinde mahnılarını hazırlayanda bilmişim. Ben abim benim mahnıları diyorlar. Hamı elə bilir ki, xalq. Tam elə bildi ki, xalq mahnıları diyorlar. Abi mənim əsas mahnımdır, onu bəlkə müvəqqəti İzin ver. götürək. Ay can. Deyim, əsanı Bir iki saatlıq vermənəm. Ay sağ ol. O biri əsadan nə xəbər var? Göndərdi uzaqdaşa, yox Getdi muzeyə. muzeyə getdi. Bu da sizdə yadigarlıqdır. Burada yadigarlıqdır. Ümumiyyətcə bizim hal-hazırki sənətkarlarımız ki var. Bunların hamısını qoysalar yaxşı gələcəyi var Allah qoysa. İnşallah. Sənətkarlar gərək biri-birindən öyrəşsin. Amma indiki cavanlara mən baxıram, deyirəm, bunlar kimdən öyrəşəcək, daha elə adam qalmayıb, öyrəşməli, onların öyrəşməli adam qalmayıb. Gərək onlar özlərindən öyrəşsinlər. Nəyin xətrəsi üçün? Musiqimizin xətrəsi üçün. Gərək heç kim dayanmasın, çalışsın. Hərə öz millətini öz dilə ilə bir də musiqisi ilə tanıdır. Gərək biz də dayanmayaq, ona görə bizim boynumuza düşən bu iş ki, musiqimizi davam etdirək, yaxşıya doğru. Yaxşıya doğru. İnşallah inanıram ki, yaxşı olacaqdır. İnşallah. Baxıram görürəm, indiki sənətkarlar hamısı Möhlət müəllim başda olmaqla, Möhlət müəllimlə İranda olmuşuq. Nə bilim, mən özü buradadır, əfsus deyirəm. Mən tar deyəndə Möhlətdən aldığım zövqü heç bir tarçadan ala bilməmişəm. Mən özümə qarşı deyim, onun sənəti həqiqi sənət. Ürəyini qoyur çalanda. Tardan onun ürəyini səsi gəlir. Çox gözəldir, Allah olmasın. Biz de abi meclisi görmüşük, gelmişik bu senede. Keman çalanları tərifləmirəm çünki onlar da aydındır ki, təsirkeşlik olacaqdır. Tərifləsəz deyəcəklər ki, öz həmkarıdır. Evet, həmkarıdır. Fəxrəddin müəllim bizim gözəl sənətkarımızdır da. Çox gözəl. Abi ben Fəxrəddin deyirəm ki, ben
kamançanı Habil Əliyev'de gördüm. Habil Əliyev'i gördüm geldim sənətə. Ama ben bu neçə dəfə şahidi olmuşam. Allah'ın olsun dünyanın üz-üzə demirəyi bu görünən şəhərində bələdçi. Siz kamançanın gerbisiz. Eğer Habil Əliyev kamança çalmasaydı, bak bu dəqiqə indi bu cavanlar, cavan uşaqlar əmələ gələn hansı yol çalırdılar, nətər çalırdılar kamançanı, hansı şirinlikdə çalırdılar. Habil müəllim onlara məcbur edir ki, kamança şirinliyi bu deyil, kamança. Yəni Habil Əliyev deyəndə gözün qabağına kamança gəlir, sonra arxasıyla da ordu gəlir kamança çalanlar ordusu. Mərhum Ədalət Vəzirov yetişdi. Habil müəllimin ona çox xüsusi hörməti var idi, rəhmət. Bəli, bəli. Yəni bunları biz qeyd Hətta demişdim, mən özümdən sonra kamançamı bu rəhmətliyə hədiyyə edib qoyardım. Elə Yəni, də indiki Abbasqulu cavanlara qədər Habil müəllim. Lap 100 ildən sonra da yəni bu yol davam edir. Nə qədər Azərbaycan xalqı var, nə qədər istedad yetişsə kamançı üzrə Habil müəllimin məktəbini çalışdı. Mən uşaq idim, Qırmızı Qərənfil məktəblər ansamblında çalırdım. Hardasa danışıram 69-70-ci illər, 69-cu ildə. Deməli, keçdim, gördüm Əhməd Bakıxanovun ansambli, rəhmətli Əhməd Bakıxanov da ortada oturub ansambl çəkilişdi. Zeynəb xanım oxuyurdu. Yadımdan çıxmır, Fəxrəddin müəllimə dedi ki, Allah hamd olsun. Dedi ki, Fəxrəddin, Habil müəllimin barmaqları ilə çal günah. Yadıma gələr bəlkədən. Saxladı, dedi, Habil müəllimin barmaqları ilə çal. Kiçik bir muğam çalırdı. Yəni, o da bəlkə indi istəmirdi imitasiya dillərdə, musiqidə təqlid. Ondan sonra başladı, sizin yolunuzla bir seygah çaldı orada. Çox ləzzətli. Habil müəllim, ümumiyyətlə, icazə verin, mən də müdaxilə edeyim. Sizdə bütün hamı bilir də sizinlə mənim dostluğumuzu, hamı bilir bunu. Məsələn, İlhamə xanım sizə generalissimus adı verib kamançada. Bax, indi bir gerb adı verildi. Məsələn, Məhəmməd Füzuli ilə Nizaminin gör, indiyə kimi neçə əsr bundan qabaq Azərbaycanda olublar da, Azərbaycanın şairləri olublar. Bugün də səslənir. 500 il, 800 il. 500 il, 800 ildən sonra mən ümidvaram ki, Habil Əliyev sizi genə qalacaq. 1500 ildə olsa. Dünya dağılana qədər. Bilirsiniz, mənim bir əmim arvadı verdi, qoca 90'ı haqlamışdı. Heç kimsəsi yox idi evdə. Bunun qonşusundan kimsə bunu öyrədər, işıq pulunu az vermək üçün, verməmək üçün nəsə ki, o nədir o? Sayğaz. Sayğazın başını aşağı ilə yazmır. Az yazıcı, az pul yazıcı. Bu da onun başını aşağı eləyər. Bu arada bizdən mütət deyirlər bir nəfər işıq pulu var. Bu deyirlər, baxarlar ki, baş aşağıdır. Deyər, Zahid Ağalar, bu nədir, bu niyə baş aşağıdır belə? Bir ay qala, alim Allah qurusun, mən süpürmüşəm oraları, əlbətt süpürgə dəyibdir, düşüb daha oradan. Başı aşağı. Dinmir, götürür, salır yerinə. Keçən ay, gələn ay gələndə, gənə görüşü bu, düşüb baş aşağı. Zahid Ağalar, nə oldu yenə? Bir ay qala, süpürmüşəm, gənə mənim əlim qurusun, görürsən. Deyir ki, Zahid Ağalar, bu səfər də salıram yerinə. Gələn səfər buna süpürsən, sən məhkəməyə verirsən. Qardaş, məni bax, bir də tərifləsən, sizi məhkəməyə. Habil müəllim, keçən dəfə Cavanşir müəllim dedi ki, Habil müəllim səndən də, məndən də cavandır, qocalmayıb. Siz də yaxşı bir söz dediniz ki, qocalmamış ancaq konturum tutarım. Həm konturum tutarım, həm də köhnəlmişim. Allah eləməsin, heç vaxt könəlməsin Habil müəllim. Deyirsiniz ki, məni az tərifləyinə, bu söz yağın ki, bizim Azərbaycanda tərifi hamı xoşlayır da, ümumiyyətlə dünyanın hər yerində xoşlayırlar, bizdə daha çox xoşlayırlar. Yəni ki, az adam olan üçün məni tərifləməyin. Ancaq sizi tərifləmirlər, ha, hələ layiq olduğunuzdan aşağı deyirlər. Təşəkkür edirəm. Mən fikirləşirəm ki, bugün bizim yığışmağımızın əsas məqsədi Habil müəllimin ifasını bütün dünya bilir. Bəstəkarlığın, yəqin ki, mən Mövlət müəllim də dedi ki, mən bu yaxında bildim ki, xalq mahnısıdır, Habil müəllim mahnısıdır. Bəlkə Habil müəllimin bəstələdiyi musiqilərin birinə qulaq asalım. Çox gözəl olmaz. Bizim hörmətli xanımların ifasında. Səday xan burada gəlin əyləşir, yaxın olun musiqiçilərə.
çekip yanıram ben. Hasretinle gece gündüz şöyle çekip yanıram ben. Seni ay bağlam senin şehla gözlerini baht ulduzu sanırım ben. Bir adettir ezel günden körü seven göçey oğlan. Bir adettir ezel günden körü seven göçey oğlan. Seni ay bağlam senin şehla gözlerinde eşkimizin ateşi var. Senin şehla gözlerinde eşkimizin ateşi var. Aman 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 yarım aman aman ay canım. Sesimi dinle, eşine söz, eşarla göz. Sesimi dinle, eşine söz, eşarla göz. Eşarla göz. Eşarla göz. Yüreğinize sağlık Kabil müəllim. Yüreğinize sağlık. Ben bir söz diyeyim daha. Ben hanım kızların hamısına memnuniyetle hamısının öz yeri var. Hamısı çok güzel okuyurlar. Bu benim kulak astığım, çok sevdiğim olurdu. Elmira Rəhimova, bir de Fəda xanım. Sağ olun. Bunların səsində xanımlıq var. Bunlar hiss edirlər ki, xanım necə oxumalıdır. Xanım saldat kimi oxumalıdır. Xanım kimi oxumalıdır. Bax, bu xanımlıq türkünü oxumağından ürək də var. Bütün hər bir şey bu sənətin içində o oxumağa qulaq asan gerək Fəda xanımı tanıya bilsin, yaxşı tanısın. Çox gözəl ürəyi var. Sağ ol qızım. Teşekkür ederim. Hoş Sizin mənə bak. qiymət verməyiniz, Sağ ol. mənə dünyanın qiymət verməyi kimi bir şey. Çox sağ ol. Çox təşəkkür Çox ederim. gözəl. Abi mən bu sözləri kimin idi bu mahnının? Bu İslam səfərindən. İslam səfəri. Çok güzel. Ya, ilk mahnımız hansı olub? İlk dəfə yazdım. O oxunmuyub, qalıbdır hələ. Lay mahnısı var. Odur. Abi mən nətər oldu ki, bax fikirləşdiniz ki, bu mahnını yazanda da biz üçün çox maraqlıdır da. Birinci dəfə mahnı yazanda hansı hisslər keçirdiniz? Necə oldu ki, bax o şeir tutdu sizi, yoxsa elə musiqi yaranmışdı?
Ya uşaq olmuşam qalmamış. Salam aleyküm. Ay, Abi ben sizin çiçəklərdən dəmləmiş çay gətirmişəm. Cümralıq çayıdır. Çox sağ İçilmiş olun. olsun. Təşəkkür edirəm. Doktor gel buradan eyle. Sağ olun. Cavanlaşdıracaq Habil müəllim. Elə bu- Dediği abi ben cavan. Elə Sağ bu- olun, başmaq etsin. Elə bu özdə müalicə saydı. Bəli, bəli. Sağ ol, çox sağ ol. Habil müəllimlə bir yer məclisə oturma hamı üçün xoşdur. Yağın ki, bura yox, bir 100 dəfə bura böyütsəydin, yəni cəmaat yenə gəlib yığışacaq ki, Habil müəllimin söhbətlərində, şirin Sağ olun, söhbətlərində sağ olun. qulaq Çox sağ olun. Mənim bir əmim var idi, öləndən Allah rəhmət eləsin. Allah rahmet eylesin. Onun da iki oğlu var idi. Biri biraz babat idi. O birisi evden hemşe oğurluk ederdi. Aparardı, satardı ederdi. Bu kişi de biraz adlı sanlı tanınmış adamıydı, hürmetli adamıydı. Bir gün çağırır bunu çağırmış buraya gelir. Bir oğul seninle bir söhbetim var, oturur. Bizce belə danışaq ki, mən öydən nə oğurlasam, getirdin mənim özümə sat. Cəmaat deyir, tanıyır məni ayıqdır, gətir mənim özümə sat. Avuş belə baxır, deyir, ay ata, sənlə mən albirim tutma. Bir elə deyirəm ki, tutar, gətir sat. Deyir, onda yaxşı, mənə düzün dilən görüm, bax, o üstündə oturduğun xalçıya neçə versən. Belə ayıbdır, qeyrətin olsun, bu nə danışıqdır. Bir görsən, sənə ilə tutmazlar. Yaxşı deyib. Belə şeylər bizim nəslimizdə çoxdur. Bu hələ dəli tayfanın nəslin söhbəti, hazır cavablı hamısında olur da. Habil müəllim, bu yaxında mən bir söhbət eşitdim. Bilirsiniz də, bu Molla Nəsrəddin, Bəhlul Danəndə o qədər heç onlara aid olmayanlar olub, qoyurlar onun üstünə. Deyirlər ki, Molla Nəsrəddindən olub, ya Bəhlul Danəndən. Eyni zamanda bir sıra şeylər var ki, o da qoyurlar Habil müəllim ki, Habil müəllim deyib bu sözü. Olabilir. Belə bir söhbət eşitdim ki, hansısa məclisə getmişsiniz, siz əvvəl gəlmişsiniz, sonra da bilməm kimsə müğənni olub, deyəsən gəlib çox dar bir dənə bu dəri şalvar giymişmiş əlinə. Oturanda baxmışsınız buna, demişsiniz, ay qardaş, sən bunu rajokla giymişsən. Olub belə bir şey. Salam aleyküm. Salam, necəsiz? Kendinize hazırdır. Salam hamılar, necəsiz? Kendinize hazırdır. Allah ömür versin. Otur baba görür. Aynen. Abbas Bulağı eşitmişsiniz daha beraber Abbas Bulağı. Açıqan o da. Hayır. Yo, axırıncı aşırın filmində. Hə. Yok, o da yok. O da Bu tarçalan olubdu. Hə. Özü çok bağımız adam olubdu. Çok hazır cevap adam olubdu. Ağa nəsl olublar bunlar. Allah'a canım qurban, Sovet hükümeti gəlib bu ağalıqdan salıblar. Sovet hükümeti çörək adam qoymur da. Hə. Bu özündə çox dünya görmüş bağımız adam olubdu. Ne garip ki bütün bu marifetini tutuplar atasın babasını oranı. Benim ben ne edeyim ki beni tutmasınlar. Tarı götürüp yalanlar elinde dayanıp. Şimdi ben tarçılarla yürüyorum. Bunu da elə beləm yoldaşları, sənətkarlar hamısı ortalıqda tarçılanın yerində oturup toylara hazırlanmış belə ki bu tarçalandı. Əslində çalmırmış da Habil müəllim. Qətiyyən Ürəyində şöyle. çalır. Mənə bu yevlaqda oldular bunlar. Yayın günü yevlağında o vaxtlar. Hansı vaxtlar ki ağzımanıqdan göz açmaq mümkün deyildi. Çox pis vaxtdı. İndi yevlaq Paris olubdu. Hə. Deməli bunun qızı olub bir dərədə. Bunun mədə bağırsağı pozulubdu yayın günü. Qızına deyər ki, get bir həkim gətirginən ölürəm mən daha. Neysə gedib qızı bir həkim gətirib, baxıb buna. Deyirdi ki, doktor, Abbas Bulağa, bunu 3 gün bu dərmanı at. 3 gündən sonra yenə gəlib özüm dəyəcəm sənə. Abbas Bulağa bilir, bax. Deyir, nədir? Deyir, 3 gün nədir, zat nədir?
Bir saate kadar bunun kapağını alırsan al, alırsan yevlağı tok aparır. Arif müəllim, yaman sözlü adam oxşayırsan. Yox, mən sözlü adam oxşamıram. Böyrə bax, Rəhman sözlü adam oxşayır. Valla ama yaman sen sözlü adam okşuyorsun. Bu Camaşir müəllim məndən də betər sözlü adam oxşuyur. Camaşir bu Millət sözdə adam oxşuyur deyir. yox, Fəxrəddin mənim sözlü adam oxşuyur. Bəli. Bu mahnını mən Allah rəhmət eləsin, Ağır müəllim, İslam Rızayev ifasında eşitmişəm. Və sizin özünüzdən də soruşdum. Dediniz ki, mən İslam müəllimin ifasında bu mahnını eşitməmişəm. Amma mən onu radioda eşitdim və indi bilmirəm nə tər alınacaq. Sen ne yapırsan yaxşı alırlar. Yalan ey, ay, ay, ay. Dediler ehdini danır o ceyran. Dediler ehdini danır o ceyran. Dedim yalan olar, ben inanmadım. Dediler kış gelir, kayıt bu yoldan. Esti yel, yağdı kar, ben inanmadım. Dediler sevma gül yanağı, dedim ki sineme çekmeyin dağı. Dediler toyudur bu akşam çağı. Dediler toyudur bu akşam çağı. Öttü saz, dindi tar, öttü kaman, dindi tar, ben inanmadım. O vaxtda ruhumu təklik sıxsa da, o vaxtdan ruhumu təklik sıxsa da, özgə bir gözəli salmadım yada. Müqəssir sən oldun, müqəssir qız oldu çünki dünyada. Sonralar heç kəsə mən inanmadım. Sonralar heç kimə mən inanmadım, mən inanmadım. Yalan. O kızı görəndə bulağı başında, o kızı görəndə bulağı başında, qəlbimdən kükrəyən bulağı gördüm, qəlbimdən kükrəyən bulağı gördüm. Laleli nəhzli çəmən içində, laleli nəhzli çəmən içində, laləyə rəng verən yanağı gördüm, laləyə rəng verən yanağı gördüm. Ona könül açdım, çatıldı qaşı. Dinmədi söz aldı sözümə qarşı. Bu dəmdə böyürdən çıxdı qardaşım. Bu dəmdə böyürdən çıxdı qardaşım. Tutuldu həm dilli dodağı gördüm, tutuldu həm dilli dodağı gördüm.
içinde danışacaktık. Gelen görüşümüz dedim ne vaktı, seven gelgisinde danışacaktık. Gelen görüşümüz dedim ne vaktı, kız dönüp göz altı gözüme baktı. Girdim görüşte sabahı gördüm, kız dönüp göz altı gözüme baktı. Girdim görüşte sabahı gördüm, ona gönül açtım çatıldı karşı. Dinmeli söz verdi sözüme karşı, bu demde birden çıktı kardeşim. Bu demde birden çıktı kardeşim, tutuldu hem dili dudağı gördüm, tutuldu hem dili dudağı gördüm, tutuldu hem dili dudağı gördüm, tutuldu hem dili, tutuldu hem dili dudağı gördüm. Hümayun üstünde bizim mahnılarımız çok azdı, yok abi mən. Azdı. Çok. Ben təsnif kimi eşitmiştim bunu. Yok. Özde oynar mahnı yoktu mahnısında. Bir de Kabir müəllim, elə rəhmətli İslam müəllim də oxuyanda orada adınız getməyib. Sadəcə bir... Ama sonradan mən O gördüm. vaxt ad mod deyil. Orada da bir həqiqət var çünki duran yerindən deyir bəstəkarım bayaq öğretmenim demiş. O bəstəkar olmaq üçün konservatoriya qurtarmaq lazımdır. Böyle sabat lazımdır. Abi mən indi dava edirlər ki, yazıyla bəstəkarım. Amma bu mahnılara qulaq asanda bunların hər biri böyük bir əsərdir. Amma mən şəxsən abi mənim məşğəliyim bayaq qeyd elədim. Hazırlayanda bildik ki, bunlar abi müəllimdir. İndi balaca bir heç Azərbaycan iyi gəlmir. Nə mahnıya oxşuyur, bilməm bəstəkar. Əsl bəstəkarların mahnılarından Azərbaycanlılıq yoxdur. Belə bu mahnıları düzəldən xalq adamları, Evet. sənətkarlar olubdur. Əsas eşidilən, qulaq asılan mahnıları. Bəstəkarların bilirsiniz, diapazonu çox böyükdür. Onlar yazanda dünya xalqı üçün yazırlar. Onların içində kim başa düşər, düşmüyor. Kabir müəllim, İslam müəllimin ifası o kadar güzel alınıb ki, tar çalıb, kaman çalıb, bir də nə var. Amma siz necə buna qulaq asmışsınız? Asmamışım. İslam müəllimin adını çəkdiniz. Bizim orada gözəl sənətkarımız əyləşib, Əli, nağara çalan Əli. Onu gördüm, sizin o biri Əli yadıma düşdü. Sizi həmişə qanınızdan Əli müşahidə edir. Necədir o Əli? Çoxdandır görsənmir. O Əli benden başka hiç kimden çala bilmirdi. Onu daha doğrusu hiç kim beğenmirdi. Onu koyumlara gittim. Ben bazım giderdi pazarda. Ne pis şey var onu alardı. Abi ne sen yönlüsünü al tamam mı? Niye hepsini alırsan? Deyirdi vallahi buna hiç kim al burada yazığım geldi onun için bundan. Şimdi bu Əli de benim başıma oyuna soktu şey. Gitmiş şey. O Talli'nin o kuşun adı nedir? Riga dair. Konserte buradan da ben davet edildim. Moskva davet edildim. Moskva her respublikada davet edildim. Neyse ben Derliye'ne gitmişim. Gittik. Konsert oldu kurtardı. Benim de orası siris yerdi çok. Ayaklarımdan bir alıp tutup daha öldüren. Geldim özümü bir təhri yere yıktım. Deyiblər ki, bəs banket olacaktı. Özde az adam salıblar. 15 tane adam salıblar. Olan katibi zat da gelecekti. Ben de sağlarız bir sokağa. Ben özüm dedim buradaki konsertteki ben gelebilmeyeceğim ayağım ağrıydı. Yok olabilmez. Katip gelecekti mutlak. Neyse o Əliyə etdim ki, Əli gördüm ayaklarımın ağrısını. Mümkün değil da. Dedim Əli get yine. Dilen ki bəs daha ölməsizlik olmasın. Dilen ki elə ağrıyor ki skorpomor çağırmış gelsin ayağına baksın ne olurdu. Sonra sənə deyərlər ki olmaz get çalış sonra sen gelersen ha.
Eğer sen buraya gelsen deməli ben gidebilirim yine gelirsen sen. Gelme hakikaten ki yok mu ben özü gedim bakalım. Vəziyyət belə. Yaxşı abim mənim, yaxşı da. Kapıdan çıkınca deməli qayıtma, gelme ha. Abimler böyle şey olur da olmaz ya abim benim, olmaz. Gitti. 5 dəqiqə çöktü. Dedim geldim abimle çağırırlar. Hemen eridi bu. Hemen əli. Şimdi onda canıklarım benim. Habil müəllim, Habil müəllim, üzr istəyirəm. Buyur, buyur. Özde Habil müəllimi onun kimi gözəl müşahidə edən olmuyor. Çok güzel. Beyan bir sırrı söhbət Bir, edildi. bir gün Habil müəllim xarici qastola gedirmiş. Təyyarəyə minəndə, deyəsən Moskvada olub, hə? Moskvada ayağı Əli yıxılıb, ayağı sınıb. Baxıb belə Habil müəllim də ürəyi kövrə adam. Deyib Allah sən sağlasın, qaydan başsındır edin də. Abi ben o Sırıs'ta söhbət düşmüşkən üzr istəyirəm. Bayağı bir O Sırıs söhbəti. Kamançanız ki kökdən düşüb, mənim toyuma Sırıs salmaq. Məqamıdır. Yaş, o değil ben diyorum. Məqamıdır. Çok büyük bir adamdı, böyle imkanlı adamdı. O özü gəlib danışmış, vermiş. Gördüm ki, bu lap yaxşı məclisdir. Daha yerini demirəm, adını demirəm. Neyse gittik. Düz kürün qırağında toyxana qurublar, belə böyük. Okyan da zavurdu. Kürün qırağındadır belə, lap belə az qalır ki, şuraya toyxana qırağında. Dedi ki, yuxarı çıxmamış, toy sahibi dedi ki, hanımlarım bir məclisə baxın toyxanaya, bir xoşa gəlməzlik varsa əl vuraq, düzəldik də vuraq. Geldim baxdım, gördüm, çox gözəl məclis. Hər şey yaxşıdır. Məfsus ki, burada seyris olacaq. Çünki suyun qırağıdır da. Suyun qırağı. Burada seyris olacaq instrumentlər. Kişi başladı, yardım verin bura bax. Mən düz dünyanı ötə sarıyın adamda yaşadım. Sen de bu seyris nəsə bilmirəm. Evet, sözü Çox adam çağırmışam, mənim böyük toyumdur. Yaxşı toydur bu məclisim. Mən xahiş edirəm, mən toyuma seyris salma. Şu seyris mən salma, yox indi daha koymur. Yox abi mən danışır. olmasın. Bizim toyda Bax, sırrısı nə olmasın. lazımsa dünən eləyirəm mən. Amma mən toyuma seyris salma. Ay qardaşım, yox abi mən koymadı danışır. Siz demişsiniz sırrısı olacak. Koymadı deyəm ki, seyrisdən eylə qaldı. Habil müəllim, zəhmət olmasa bir şey soruşum sizdən. 2-3 gün bundan qabaq bir konsertinizi verdilər. Orada bir dənə zərb çalan var, kimdir o? Bu konsert İran'dan. Zərb çalan zərb. O haralıdır? O Şəcəryanın oğludur. Humayun. İndi hal-hazırda Humayun Musad oxuyur o özü. Çox ən böyük oxuyan Musadların birində o böyle, Şəcəryanın oğludur. Çox gözəl ifadə. Humayun, adı da Humayun.
Mən bayaqdan Leyla xanımla yanaşı oturmuşam burada. Musiqi hiss edirəm. Ürəyində oxuyur onu. Gəlmə o bəkdən oxusun, biz də eşidək onu da. Ha? Gel buraya Leyla. Gel buraya. Abi sen gel burada. Buranın Allah'ını gördüm. Leyla balamı çok güzel.
Abi müəllim bayaq məndən soruşdu ki, Leyla xanım hansı bölgədəndir? Elədir? Leyla xanım deməli Azərbaycanın akademiyası sayılan Muğam Akademiyası Nərdaran kəndindən. Doğrudan mı? Sizin də cavanlığınız o kənddə keçib də. Mənə Firəngiz xanım yaxında Bəstəkarlar İttifaqının sədri bir söz dedi, mən çox belə valih oldum sözdən. Çünki o söz çox qiymətli sözdür. İndi siz də işləyəcəksiniz, xoşunuza gələcək. Muğam ifaçıları gərək kamil adam olsunlar. Buna Əbu Əli Sina deyir. Gərək muğam ifaçıları kamil adam olsunlar ki, hərə öz ifa etdiyi muğamı öz səviyyəsində eləyir. Öz səviyyəsində ifa eləyir, elə deyilmi? Gərək onun səviyyəsi kamil olsun, yaxşı olsun ki, o muğam da yaxşı alınsın. Mənim bu muğamın deməli ifaçılığında tək yaxşı oxuyur, çalır söhbəti yoxdur. Deməli bu yaxşı kamildir, kamil adam. Oxuyursan kamil adamdır, insandır, yaxşı oxuyursan. Mən çox xoşum gəldi. Çox sağ olun. Çox gözəl. Çox Bir nəfərə yaxşı demiş, ürəyim var, çox gözəl ürəyim var. Sən nə der deyim? Oxuya xəsiyyətli olmasan çox yaxşı. Habib müəllim, bu yaxınlarda bir nəfərdən bir söz eşitdim, adını demirəm. Oxuyub, xanəndədir də. Siz deyirsiniz ki, muğamı sevmək, nə də? Muğamı sevmək... Yox. Sevmək başqa şeydir, bilmək başqa şeydir. Hə. Sən sevirsən demişsən, hə? Muğamı sevirsən. Ay sağ ol. Hə. Özünə şöyle oxuyanlarımızdan idi. Dedim, sən muğamı sevirsən. Amma oxumasan, bundan da çox sevirsən. Bu yaxınlarda bir nəfərdən bir söz eşitdim, adını demirəm. Oxuyub, xanəndədir də. Siz deyirsiniz ki, muğamı sevmək, nə də? Muğamı sevmək... Yox. Sevmək başqa şeydir, bilmək başqa şeydir. Hə. Sən sevirsən demişsən, hə? Muğamı sevirsən. Ay sağ ol. Hə. Özünə şöyle oxuyanlarımızdan idi. Dedim, sən muğamı sevirsən. Amma oxumasan, bundan da çox sevirsən. Bir dənə xanəndə yaxşı oxumayıb da. Nə tər bir şey olsa, diyor, xalqın mənim xoşuma gəlməyib. Bir nə tər buna bir şey falan olsa, deyir, amma mən nağarsan. Deyir, bəs sən nağarsan. Bəs sən nağarsan. Yox, birində də deyib ki, o elə yuxarı qalxanda deyib, var qıza şurada milsələr var, ora yox, ora yox. Milsə tutmamışım. Abi mənim, imkan vardısa o bayaq sigaret çəkirdiniz. Möhlət müəllim deyir ki, abi mənim sigareti tərcizməmişsiniz. Dediniz ki, siz möhlətdə dediniz ki, sən tərcizlisən. O İranda nəysə həkim gəlib nətər olub? Yox. Ben çox sigaret çəkirəm də, çox. Evdə, İranda qonaq eləmişdilər. Bir 15-20 nəfər də ağsaqqal gəlmişdi qonaq. Çağırmışdılar. Qastrolda olmuşsunuz da? Yox, da mən İrana gitmişdim. Gəzməyə. Konsertə. Gastrol deyən ki, mesela dərslə yapılmışır. Mən də tərk etmişəm, onun için gastrol oxşadım. Ev sahibi dedi ki, Habil müəllim, bu qonaqların hamısının bir xahişi var sizdən. Dedim, buyurun. Dedi ki, onlar ağa deyirlər. Ağa, sən deyirlər ki, sən özümün dörsəni hamımızsan, onun için sigareti biraz az çək, sigaret səni öldürər. Çox gözəl. Mən qalmışam belə indi nə cavab verim. Mən bunu tərgizə bir dövrəm o heç. Amma nə tər deyim ki, xətirlənə dəyməsin. Dedim, valla çox sağ olasınız, əziz olasınız. Sizdən əvvəl də bu sözləri mənə çox həkimlər, profesorlar,
məsləhət veriblər, belə deyiblər ki, mənə çəkmə, səni siqaret öldürəcəklər. Amma onlar hamısı ölübsə, mən elə çəkirəm. Hamınız bilirsiniz ki, bu Nizaminin ümumiyyətlə şairlər keçmiş zamanda, indi kitab var, çap olunur. Keçmiş zamanda hansısa şaha ithaf eləyirlərmiş ki, yəni onun üzü köçürüləcək, qoyacaqlar, sarayda qalacaq, eyni zamanda həmin o əsirləri keçəcək, gəlib çıxacaq. Necə ki, Nizaminin əsərləri gəlib çıxır, Füzulinin əsərləri gəlib çıxır. İndi bir dənə də cəhəti var ki, mən eşitmişəm ki, Rəsul Həmzətov Finlandiyanın rəhbərinə yapıncı kürkün bağışlayıb. O da yağın ki, bilir ki, o ölkə başçısı sonradan bunun muzeyi olacaq, oradan asılacaq. Bir soruşacaqlar, bu haradandır, dedilir Dağıstandan bir dənə avar gətirib verir. Mən sizin haqqınıza şeir yazmamışam, sizə ithaf edib bir dənə şeir yazmışam. Mən biləm ki, bu şeirlər ortada qalan deyil. Sizin muzeyinizdə, yəqin ki, sizin arxivizdə qalanda bir baxacaqlar Arif Həkimoğlu yadlarına düşər ki, yəqin Habil müəllimə bir dənə şeir olayım. Siz, çox sağ olun. Bir dənə bu kətlik olur, məsələn, bir adamın kətçisi olur, münasibəti olan adam, deyirsən ki, Eloğlu deyirsən də, ya rayonundan olur bir adam, o adamın biraz kəmkəsiri olanda istəyirsən ki, deyəsən ki, o mənim Eloğlum deyil, onlar gəlmədilər, məsələn, başqa yerdən, başqa rayondan gəlir. Siz bizim Azərbaycanın hamısı üçün Eloğlusunuz. Bütün Azərbaycan üçün Eloğlusunuz. Yəni, İranda da var o Azərbaycanlar, dünyanın hər yerində var. Yəni, sizə müraciət eləndə Eloğlu adı iminə sizə yaraşır. Əgər icazə verirsiniz, mən o şeiri, Eloğlu şeirini oxuyarım. Nə gözəl, çox sağ ol. Allah şifəli qürba var, Umarov'a rəhmət eləsin. Bizim Mədəniyyət Nazirinin mavini Ziyadov var idi. Mədəniyyət Nazirinin mavini idi. Mən çox tez-tez xaricə göndərədilər, gedərdim. Bu ora nazir gələndən sonra, mavi gələndən sonra mən getməyim dayandı. Getdim o yana ki, Mehmet müəllim, bəs mən həmişə xaricə gedərdim, dedi, hamı gedir, mən qalmışım, getdim. Yox abi da, sən dağdaşdısan, mən dağdaşdıyam. Mənim adıma o, axırısı bilirsən ki, olmaz, mən nazirin maviliyəm burada. Sən də gedəcəksən gələn, sən də gedəcəksən. Olmazlar, gələk hamı getsin. Neyse, belə oldu ki, rəhmətli Şıxalı Qurbanın Filarmoniyada görüşdük. Dedim ki, bəs Şıxalı müəllim, halqa ziya belə, mən bu Ziyadov gəlib mavin olubdur, ondan sonra məni qoymur getməyə, deyirsən dağdaşırsan, mən dağdaşdıyam. Dedi, səni yox, onun ağdaşda olmağını bilirəm, sən Azərbaycanlısan. Allah ona rəhmət edir. Allah rəhmət edir. Mən də onu dedim ki, yəni bütün dünyada nə qədər Azərbaycanlı var, onların hamısı üçün siz Eloğlusunuz. Ona görə də Eloğlu rədifi ilə gedir bu şey. İstəyirsən bu dünyada qalasan, sevinç payla qucaq-qucaq, Eloğlu. Olan ömrə yarımçığı calasan, qalan ömrün artmayacaq, Eloğlu. Səhərləri məhəbbətlə oyan dur, bu dünyada həqiqətə həyan dur. Yalançını görən kimi dayan dur, sənə kömək etməyəcək, Eloğlu. Tünd ləkəni tez götürər ağ olan, dağa çıxar arxasında dağ olan, bu dünyaya nökər kimi doğulan, ağalığa yetməyəcək, Eloğlu. Daş qayanın hərəkəti olanmaz, oğlu payın bərəkəti olanmaz, yaman işin kərəməti olanmaz, onda xeyir bitməyəcək, Eloğlu. Dost söhbəti duzlu qalsa yaxşıdır, ömür yolu izli qalsa yaxşıdır, yaxşılığı gizli qalsa yaxşıdır, Allah görür bitməyəcək, Eloğlu. Xəstə ömür ruhumuza qəfəsdir, sağlam ömür dünyamıza həvəsdir, Həkimoğlu dedikləri əbəsdir, ünvanına çatmayacaq, Eloğlu. Sağ olun.